Dostlar, belə elə qaçaq nəbidən, Həzərdən danışmamışdan öncə biz Ruslan Fərzəliyevdən danışaq. Verirsən, bir 2-3 saat qalmış, 4 saat bundan qabaq məlumat aldım ki, tərtər zərər çəkmişi Ruslan Fərzəliyev polis tərəfindən saxlanılıb və narkotik qoyublar qabağına ki, biz səni tutmalıyıq. Bunu boynuna al, qol çəkər şeyə, biz səni həbs eləməliyik. Tapşırıq belədir. Açıqsa, həyasızcasına deyirlər. Hal-hazırdakı taliyindən xəbərim yoxdur. Buradan mən müraciət edirəm Ruslanın dostlarına, tərtər zərər çəkmişlərindən kim əlaqəsi var, kimin məlumatı var, zəng eləyib təcili bizə efirə xəbər versinlər. Ruslan Fərzəliyev hardadır, hansı polis dairəsindədir, indiki vəziyyəti necədir, dostlar? Azərbaycan hakimiyyəti, Azərbaycan məhkəmələri artıq da heç bir abur həya belə gözləmədən həyasızcasına hakim də bilir ki, onun huzuruna gətirilən adam kimdir, böhtana məruz qalıb, şərlənib, narkotik zad yoxdur, yalan damısı. Bütün bunları bilə-bilə hakim həyasızlıq edir.